Videomun part 2'sini çəkmək üçün hər kəsin görməkdən artıq bezdiyi, yeməklərini reklamlardan görüb dadmasalar belə, dadmış qədər olduğunuz soyuq əllərə bir daha gəldim. İlk olaraq mənə maraqlı gələn xəncələ oxşatdığım mandunu daddım. Gözlədiyimdən artıq ləzzətli idi. Ətrafı da gəzib dolanarkən milləti yara-yara quyruq növbəsində dayanıb dolu tosun doldurmaqlarını gözlədim ki, bu məşhur atışdırmalığı sürüdən dala qalmayıb mən də yoxlayım. Tərifləndiyi qədər var imiş, dadlı imiş. Ətrafda yenidən gəzib boylanırdım ki, gördüm qadama alanlar var. Bu sevinclə gəzib ətrafı dolanarkən bu dəxlisiz heykəli gördüm. Bax bu nədir? Bunu nə deyə qoyublar bura deyə əsəbləşəndən sonra yadıma düşdü ki, demagoqluq üçün yox, yemək yemək üçün gəlmişəm. Oradan bir qab fettuccine verin dedim, kaşki verməzdilər, heç bəyənmədim. Hər yeməkdən sonra gəzib atlanıb düşürəm ki, yeməklərim həzmə getsin. Elə bilməyin ha, yediklərimi təklə yeyirəm. Əlbəttə ki, yox. Dostumla bərabər dəmalı kimi bölürüm. Eləcə də bu nadılda ikimiz yedik, ikimiz də bəyənmədik. Uzaqdan gördüm ki, biri mənə salam verir. Bu şirin salamdan sonra şəkər dozamı artırmaq üçün şokoladlı, meyvəli pankekə üz tutdum. Çayla da ağzımı yandırıb ətrafda minə bilmədiyim karusellərə baxaraq günü tamamlamağa çalışdım. Rəngli və fərqli atraksiyonların, rəngli işıqların altında gəzərkən yenidən üz tutdum bulvarda yerləşən yarmarkaya. Bu il üçün bu yarmarkalarda sağollaşdım, üz tutdum evə sarı. Görüşərik.